Salam əziz dinləyicilər, mən Tərlan Rəcəbaliyev. Bu videoda DİM Test Toplusu 2025 nəşrində yerin planetar və geoloji inkişafına dair 41 test nizamını təqdim edəcəm. Video başlamadan əvvəl bu tipli paylaşımlarımızdan xəbərdar olmaq üçün YouTube kanalımıza abunə olmağı unutmayın. Onlayn və yeni dərslərimizin təşkili haqqında ətraflı məlumat əldə etmək istəyənlərsə qeyd etdiyimiz nömrənin WhatsApp-ına yaza bilər. Əyani dərslərimiz məkan olaraq Yeni Yasamalda və Biləcərdə təşkil edilir. Birinci testimizə baxırıq. Fanerozoy eonuna aid olan geoloji eralar. Yerin geoloji inkişafını geoxronji cədvəldən əldə edə bilərsiniz. Burada ən böyük ölçü dilimi eonlar, onlar eralara, eralar isə dövrlərə ayrılır. Geoxronji cədvəldə məlumatları əldə etmək üçün onu aşağıdan yuxarıya oxumağa çalışın. Eonlardan 2 eon var, kriptozoy, gizli həyat və fanerozoy, aşkar həyat. Nəyə görə kriptozoy gizli həyat adlanır? Çünki bu dövrdə formalaşan orqanizmlər hələ inkişafının ilkin mərhələsində olduğuna görə sadə quruluşa malik idi. Onların daşlaşmış qalıqların tədqiq edilməsi dərindən mümkün deyildi. Amma fanerozoyda artıq növbəti inkişaf dönəmdə orqanizmlərdə onurğa formalaşır və onların daşlaşmış qalıqlarını daha dərindən öyrənmək mümkündür. Eonlar öz növbəsində eralara bölünür. Kriptozoy eonu 2 dənə erası var, arxey və proterozoy. Hərəsi ayrılıqda 2 milyard davam etmişdir. Fanerozoy eonunun isə 3 erası var. Paleozoy, qədim həyat, daha uzun davam edib 345 milyon il. Mezozoy, orta həyat, 170 milyon il davam edib. Və sonuncusu Kaynozoy, yeni həyat hal-hazırda davam edəndir. Toplam 65 milyon miqdarda davam etmişdir. Eonlar öz növbəsində eralara bölünür dedik. Eralar da dövrlərə bölünür. Burada kriptozoyun eraları olan arxey və proterozoy dövrlərə ayrılmadığını görürsünüz. Səbəbi isə bu dönəmdəki orqanizmlər sadə quruluşa malik idi. Onları tədqiq etmək dərindən mümkün deyildi. Amma paleozoy, mezozoy və kaynozoyun dövrləri var. Müvafiq olaraq paleozoyun 6 dənə dövrü var. Kembri, Ordovik, Silur, Devon, daş kömür, buna həm də karbon deyə bilərsiniz və peri. Mezozoyun isə 3 dənə dövrü var. Trias, Yura və Təbaşir. Kaynozoyun isə onun da 3 dövrü var. Paleogen, Neogen və Antropogen və ya 4-cü dövr. Sualımızın cavabına gəlincə, fanerozoy eonuna aid geoloji eraları istəyir. Müvafiq olaraq paleozoy, mezo və kaynozoy olan cavabı seçməlisiniz. B variantı doğru cavabımızdır. Bundan əlavə siz həmçinin eralarda baş vermiş ən mühüm hadisələrlə də cədvəldə tanış ola bilərsiniz. Biz isə növbəti tapşırığa keçid alaq. Test 2-yə diqqət edək. Ant-Kordilyer dağ qurşağında yerləşən vulkanlar. Qeyd edilən ərazi Şimali və Cənubi Amerikanın qərbi hissəsindədir. Burada yerləşən vulkanlardan isə bir neçəsini sizlərə tanış edək. Kordilyer dağ sistemində Şasta, bir qədər daha yuxarıda Rainier, daha sonra Meksikaya yaxın ərazidə isə biz diqqət edirsinizsə burada Colima, həmçinin Orizaba, Popocatépetl, eyni zamanda daha aşağıda isə Mərkəzi Amerikada Taxumulco, Momotombo, bu tipli adlarda vulkanları görə bilərik. Cənubi Amerikanın qərbində Antaq sistemində isə ekvatordan yuxarıda Ruiz, ekvatordan aşağıda isə Cotopaxi, həmçinin bir qədər daha aşağıda isə San Pedro və dünyada fəaliyyətdə olan ən hündür vulkan olan Lulyallaco vulkanını görə bilərik. Qeyd edilən bu tapşırığın doğru cavabı A variantı eləyəcək. Colima, Cotopaxi və San Pedro. Digər variantları təhlil edəsi olsaq, burada B variantına Cotopaxi ödəsə də Erebus Antarktidadakı vulkandır. Kostiyushka isə Avstraliyadakı ən hündür zirvədir. Davam edirik. C variantındakı Aconcagua burada deməli vulkan yox, zirvədir. Cənubi Amerikada ən hündür zirvədir. Davam edirik. Həmçinin Cotopaxi-də şərtə uyğun gəlsə də Kilimanjaro pozacaq. Diqqət edirsinizsə Kilimanjaro Afrika ərazisindədir. Onu da sizlərə tanış edək. Afrika materikinin ən hündür zirvəsidir, həm də fəaliyyətdə olan vulkandır. Beləliklə C variantında Aconcagua-da
vulkan olmadığına göre yanlış idi. D variantında Orizaba şərtimizə uyğun gəlsə də, burada Mitchell Apalaç dağlarındakı ən hündür zirvədir. Sizə xəritədə Apalaç dağlarının ən hündür zirvəsi olan Mitchell zirvəsini göstərim. 2037 metr hündürlüyü var. Şasta isə şərtimizə uyğun gəlirdi. Məhz Mitchell-ə görə D-də yanlışdır. Y variantındakı McKinley Şimali Amerikadakı ən hündür zirvədir və o ikinci adla Denali adlanır. 6194 metr. Vulkan hesab edilmir. Burada Şasta şərtimizə uyğun gəlir. Bayaq sizə təqdim etmişdik. Tupkal da bu arada şərtimizə uyğun gəlmir. Afrikada Atlas dağının ən hündür zirvəsidir. 4165 metr hündürlüyü var. Qeyd edilən ərazi buradadır. Test 3. Alfred Wegener nəzəriyyəsinə görə ilk yaranan quru necə adlanır, onu bizdən soruşur. 200 milyon il əvvəl indiki quru ərazi bütöv bir parça kimi Pangeya adlanırdı və doğru cavabımız C variantıdır. D-də qeyd edilən Pantalas isə onu əhatə edən ən qədim okean idi. Bundan əlavə biz məhz xüsusilə də Paleozoy erasında Pangeya iki hissəyə ayrılır: Lavrasiya və Gondwana. Lavrasiya şimaldakı materiklər olaraq Şimali Amerika və Avrasiyadan təşkil olunmuş. Gondwana isə cənubdakı materiklər olan Cənubi Amerika, Afrika, Antarktida və Avustraliyadan təşkil edilmişdir. Bundan əlavə Ərəbistan və Hindistan da qədim Gondwananın tərkibində idi. Onlar məhz Mezozoy erasında müasir materiklər formalaşanda qeyd edəcəyik ki, sonradan Avrasiya birləşib. Beləliklə həm Ərəbistan, həm də Hindistan Mezozoyda Avrasiya birləşmiş və Avrasiya üçün yad litasfer tavası hesab edilir. Tavaların hazırda hərəkətlə əlaqədar olaraq 50 milyon il sonra onların gələcək vəziyyəti bu şəkildə olması güman edilir. Test 4. İnsanın əmələ gəldiyi geoloji era və dövr. Yerin geoloji inkişafını geoxronoloji cədvəldən biz bayaq öyrənə biləcəyinizi qeyd etmişdik. Xüsusilə də Kaynozoy erasının sonuncu dövrü olan antropogen və ya 4-cü dövründə ilk insanların və insana bənzər meymunların əmələ gəldiyini qeyd edə bilərik. Cavabımız Kaynozoy erası və onun antropogen dövrü. Antropogen dövrü həm də 4-cü dövrdə adlanır. Test 5. Qədim platformaların əmələ gəldiyi eralar. Platforma yer səthinin sabit əraziləri idi. Onlar litosfer tavaların sərhədindən kənar hissələri, yəni mərkəz hissələrinə uyğun gəlir. Belə ərazilərdə fəaliyyətdə olan vulkanlara rast gəlinmir, zəlzələlər isə demək olar ki, müşahidə edilmir. Yaşına görə platformalar cavan və qədim olur. Qeyd edə bilərik ki, qədim platformalar, onların bünövrələri Kembriyə qədərki dövrdə, yəni Arxey, Proterozoy eralarında formalaşıb. Doğru cavab Arxey və Proterozoy olmaqla A variantıdır. Bundan əlavə, cavan yaşlı platformalar isə Paleozoy erasında formalaşmışdır. Cavan platformalar müvafiq olaraq Turan və Qərbi Sibirdir. Yerdə qalan digər platformalar əksəriyyəti isə qədim platformadır. Misal üçün Şərqi Avropa, Afrika, Ərəbistan, Antarktida, Sibir və digər materiklərin bünövrələri elə ən qədim platforma olaraq Arxey, Proterozoy eralarında formalaşmışdır. Test 6. Şimali Amerikanın və Avrasiyanın şimalında çoxillik donuşunun yarandığı era və dövr. Bu proses Kaynozoy erasının sonuncu dövründə, 4-cü dövründə baş verib, mərkəzi isə şimal qütbü olmaqla həm Şimali Amerikanın şimal hissəsi, həm də Avrasiyanın şimal hissəsi buzlaşmaya məruz qalmışdır. Təqribən 10-15 min il bundan əvvəl iqlim isləşmiş və buzlaşma dövrü başa çatmışdır. Müasir dövrdə təqdim edilən bu ərazilərdə çoxlu buzlaq relyef formalarına rast gəlinir. Doğru cavab Kaynozoy erasının 4-cü dövrü. Başqa sözlə antropogen dövrdə deyə bilərsiniz. Test 7.
Kaynozoy erasına aid olan geoloji dövrləri qədimdən cavana doğru ardıcıllığını müəyyən edin. Qədimdən cavana deyirsə, aşağıdan yuxarıya düzməlisiniz. Müvafiq olaraq paleogen, neogen və antropogen olacaq. Beləliklə cavabımız 3 paleogen, daha sonra 5 neogen və bir də 1 antropogen. Doğru cavab E variantı. Test 8. Fanerozoy eonuna aid deyil. Təqdim edilən geoxronoloji cədvəldə siz fanerozoy eonun bu hissədə yerləşdiyini və onun eralarına uyğun gələn ən mühüm hadisələri bu mətni oxuyaraq tanış ola bilərsiniz. Qaldı ki, aid deyil ifadəsinə görə cavabı siz aşağıda verilən hissədən tapmalısınız. Tutalım, A variantına baxaq. Lavrasiya və Gondvananın parçalanaraq müasir materikləri əmələ gətirməsi. Bu hadisə Mezozoy erasına aiddir. Lavrasiya Gondvananın parçalanan müasir materiklər əmələ gəlib. Əlbəttə ki, Mezozoy da Fanerozoy eonuna aiddir. Ona görə A silərsiniz. B-ni oxuyaq. Pangeyanın Lavrasiya və Gondvana qurularının parçalanması isə bu Paleozoyda baş verən hadisədir. Birinci cümləyə diqqət edin. Pangeyanın Lavrasiya Gondvana qurularının parçalanması. Bu da getdi. C-də qeyd edilir ki, örtülü toxumlu bitkilərin, məmələrin və quşların yaranması. Bu, Mezozoyda baş verən bir hadisədir. Gördüyünüz kimi, örtülü toxumlu bitkilərin, məmələrin və quşların yaranması cümləsi buradadır və bu da Fanerozoya aiddir. D-də qeyd edilən ifadəni oxuyaq. Qədim qırışıqların və güclü vulkanizmdən başlaması, bakteriyaların və ibtidai tək hüceyrələrin yaranması bu daha qədimdə baş verən hadisədir və onu siz məhz Kriptozoy eonunun arxa erasında görə bilərsiniz. Həmin ifadə burada qeyd edilmişdir. Buna görə də cavabımız D variantıdır. Y-də qeyd edilən Tetis okean parçalanması və onun nəticəsində Aralıq, Qara dəniz və Xəzər və Aral kimi göllərin bir-birindən ayrılması, bu ifadə əlbəttə ki, Kaynozoy erasına aiddir. İfadəni də buradan oxuya bilərsiniz. Kaynozoy erası da Fanerozoy eonuna aid olan eradandır. Ona görə yanlışdır bu variantda. Test 9. Kriptozoy eonuna aid deyil. Kriptozoy eonu buradadır. Ona aid olan ifadələr bu hissədədir. Həmçinin yaranmış faydalı qazıntılarla bağlı ifadələri də buradan oxuya bilərsiniz. Bilirsiniz ki, Kriptozoy eonu 2 dənə eraya, arxev və Proterozoy eralarına ayrılır. Baş vermiş ən mühüm hadisə və yaranan belə deyək, faydalı qazıntı yataqları buradadır. İfadələrdən A-nı oxuyaq. Dəmir və polimetal filiz yataqları yaranmışdır. Həqiqətən də dəmir polimetal filiz yataqlarının yaranması səciyyəvidir. B-də örtülü toxumlu bitkilər və qədim sürünənlər əmələ gəlmişdir. Bu artıq Fanerozoy eonuna aiddir və onun da Mezozoy erasında baş verən hadisədir. Həmin ifadəni bu hissədə oxuya bilərsiniz. Beləliklə cavabımız B edəcək. C-dəki ifadə bakteriyalar və ibtidai tək hüceyrələrin yaranması, onu biz burada görə bilərik. Müvafiq olaraq bakteriyalar, ibtidai tək hüceyrələrin yaranması səciyyəvi idi. Güclü vulkanizmin başlaması da məhz biz arxa erasında görmüşdük. Kriptozoy eonuna aiddir. 2 geoloji eraya bölünməsi də biz vurğuladıq ki, arxa və Proterozoy eralarına bölünür. Bu da səciyyəvidir. Test 10. Cədvəldə verilən geoloji dövrlərdən hansıların yerini dəyişsək, onların qədimdən cavana doğru düzgün sırası müəyyən etmək olar. Qədimdən cavana deyirsə, geoxronoloji cədvəldə biz əlbəttə ki, aşağıdan yuxarıya doğru oxumalıyıq. Dövrləri bir daha qədimdən müasirə doğru oxuyaq. Kembri, Ordovik, Silur, Devon, daş kömür və ya karbon, Perim, Trias, Jura, Təbaşir, Paleogen, Neogen, Antropogen və yaxud da ki, 4-cü dövr deyə bilərik. Burada təbii ki, siz Devonla Silurun yerini dəyişsəz, bizim ardıcıllıqda doğru olacaq. Belə ki, gördüyünüz kimi Silur Devondan daha əvvəl gəlir, yəni Silur daha qədimdir. Ona görə də əvvəlcə Silur, yəni 2, ondan sonra Devon 1, daha sonra ardıcılığa əsasən Perim, yəni 3, daha sonra Trias 4, daha sonra Paleogen 5 və son olaraq da elə Neogen ardıcılığa uyğun gəlir. Cavabımız
B variantı. 11-i siz elə bu cədvəli baxaraq özünüz sərbəst yazın. Bu səfər cavandan qədimə deyirsinizsə, təbii ki, yuxarıdan aşağı düzməlisiniz. Ardıcıllıqda hansı daha qədimdirsə, onu daha cavanın yerini dəyişdirəcəksiniz. Biz isə 12-yə baxaq. Test 12-yə baxırıq. Yerin geoloji inkişafına aiddir. Yerin iki inkişaf mərhələsi var. Birincisi planetar mərhələ, ikincisi geolojidir. Yerin ümumi 6-7 milyard yaşı var. Onun ilk 2,5 miljardı planetar. Yerdə qalan növbəti 4,5 milyardlıq yaşı isə geolojidir və hazırda davam edir. Sualda da məhz geoloji inkişafa aid olanı götürməliyik. Sağ tərəfdəki cədvəldəki ifadəni seçməliyik. A-nı oxuyuram. Yer səthinə kütləvi şəkildə lava püskürmələri baş verib. Bu ifadə yerin planetar inkişafına aiddir. Belə ki, qeyd edəcəyik ki, məhz planetar inkişafın 3-cü mərhələsində kütləvi şəkildə vulkan püskürmələri baş vermiş. Bu proses yerin təbii peyki ayda da baş verdiyinə görə ay erası adlanırdı. A-nı biz planetara aid etdik, o yüzden də yanlışdır. B-də yerin mantiyası və nüvəsi yaranmışdır. Bu ifadədə planetara aiddir. Planetarda yer bir planet kimi yaranır. Bu zaman onun mərkəzində nüvə, onu əhatə edən mantiya formalaşır. Daha sonralar isə planetarın 4-cü mərhələsində səthə çıxan lava soyuyaraq bazatdan ibarət nazik ilkin yer qabığı yaranır. Beləliklə, B-də qeyd edən ifadə də planetara aiddir. C-də yer qabının təbəqələri yaranmışdır. Məhz bu ifadə axtardığımız cavabdır. Belə ki, planetarda biz yer qabığının ilkin hissəsi olan bazalt yaranmışdır. Amma müasir yer qabığı 3 təbəqədən ibarətdir. Çökmə, qranit, bazalt. Xüsusilə də, gəlin qeyd edək, çökmə və qranit. Bu qatlar, yerin qatları, məhz yerin geoloji inkişaf mərhələsində formalaşdı. Əvvəlki bazaltla birlikdə artıq yer qabığı tam formalaşdı. Beləliklə, yer qabığı çökmə, qranit olan hissəsi yerin geoloji inkişafında baş verib. Burada da yer qabının təbəqələr yaranmışdır ifadəsi deyəndə o nəzərdə tutulur. D-dəki ifadəyə diqqət edəsək, 6-7 milyard il əvvəl başlanmış olan yerin planetar inkişafıdır. O çünki əvvəldə olandır. Geoloji isə son 4,5 milyard bundan əvvəl başlamış və hazırda davam edir. D-dəki ifadə də planetara aiddir. İlk atmosfer əmələ gəlib, Y-dəki ifadə də planetara aiddir. Cədvələ diqqət edəsəz, məhz 3-cü mərhələdə kütləvi vulkan püskürən zaman səthə qalxan lavanın tərkibindəki su buxarı və qazlar yerin cazibəsi ilə onun ətrafında toplanmış, xüsusilə də karbon qazının daha çox üstünü təşkil etdiyi ilkin atmosfer formalaşmışdır. İlk atmosfer müasir atmosferdən fərqli olaraq karbon qazı çox, oksigen çox az idi. Davam edirik. Bundan əlavə siz planetar inkişaf mərhələsində baş verən hadisələr bu cədvəldə oxudunuz. Ümumi xülasə edək sizlər üçün planetarda əvvəlcə soyuq disk şəkilli qaz toz duman sıxlaşması nəticəsində tozlar birləşir asteroidə, asteroid birləşərək soyuq yer planeti yaradır. Daha sonra yerin mərkəzində nüvə və mantiya təbəqələri formalaşır və xüsusilə də nüvədə temperatur artır. Buna səbəb radioaktiv maddələrin parçalanması idi. Yerin daxilində temperaturun artması və yüksək təzyiq nəticəsində səthə kütləvi vulkan püskürmələri baş verir. Bu proses yerin təbii peyki ayda da baş verdiyinə görə buna ay erası deyilirdi. Bundan əlavə səthə qalxan lavanın soyunması nəticəsində səthə nazik ilkin yer qabığı olan bazaltdan ibarət yer qabığı formalaşır. Planetar inkişafın növbəti mərhələsində isə yerin ətrafında cazibə qüvvəsinin təsirinə su buxarı və müxtəlif qazlar toplanaraq ilkin atmosfer formalaşır. İlkin atmosfer müasir atmosferdən fərqli olaraq dedik ki, karbon çox, oksigen qazı isə az idi. Sonda isə bazalt qatı yarandığına görə artıq əvvəlki kimi kütləvi vulkanlar püskürə bilmir. Yerdə temperatur azalır və havadakı su buxarı yağışlar şəklində yer səthinə qayıdaraq ilk okean olan Pantalas yaradır. Məhz, yoldaşlar, yadda saxlayın, Pantalasın yaranması ilə planetar inkişaf başa çatır, növbəti inkişaf geoloji inkişaf başlayır. Geoloji inkişafda isə
Yer qabığının digər qatları olan çökmə və qranit yaranır. Belə ki, yer qabığı üst təbəqədən ibarətdir. Çökmə, qranit, bazalt. Bazalt qatı planetlərdə yaranır. Çökmə, qranit isə geologidə yaranır. Bundan əlavə, müasir relyef formaları olan yer səthindəki dağlar və düzənliklər məhz geoloji inkişaf mərhələsinə aiddir. Həmçinin yer səthində suyun dövranı ilə əlaqədar olaraq materiklərin üzərində quru suları, yəni çaylar, göllər, bataqlıqlar, buzlaqlar və yeraltı sular da formalaşmışdır. Bundan əlavə, biz planetarda hər hansı bir canlıdan bəhs etməmişdik. Canlıların formalaşması və onların fəaliyyəti əlbəttə ki, geoloji inkişafa aid edilir. Həmçinin biz ən qədim quru parçası olan Pangeyanın xüsusilə də Lavrasiya və Gondwana kimi nəhəng iki quruya parçalanması, daha sonra isə onların da müasir materiklər parçalanmasını da geoloji inkişafa aid edəcək. Beləliklə, yerin müasir şəklinin alması, yəni müasir relyef, müasir landşaft kimi anlayışlar yerin geoloji inkişafına aid ediləcək. 13 nömrəli testə baxırıq. Kaynozoy erasına aid olmayan ifadəni seçək. Kaynozoy erasını geoxronoloji cədvəldə görürük. Ona aid olan ifadələri burada görürük. Birinci ifadəni oxuyaq. Pantalasın parçalanması. Pantalasın parçalanması və müasir okeanların yaranması Mezozoy erasına aiddir. Elə bu A'dakı ifadə cavabımız olacaq. Çünki Mezozoyda baş verib, Kaynozoya aiddir. B'də o ifadəyə baxaq. 4-cü dövr buzlaşmasının baş verməsi. 4-cü dövr buzlaşması gördüyünüz kimi aiddir. Davam edirik. Elə sonuncu dövr olan antropogen dövründə 4-cü dövrdə baş vermişdir. Tetis okeanın bölünməsi. Bu ifadədə aiddir. Xüsusilə də Tetis okeanın parçalanması nəticəsində Qara dəniz, Xəzər dənizi, Aral gölü və yaxud da ki, Aralıq dəniz kimi sövzələri formalaşıb. D-ni oxuyaq. Müasir landşaftların yaranması. Elə müasir landşaft, müasir relyef əlbəttə ki, Kaynozoy məhsuludur. Burada da biz müasir landşaft ifadəsini görə bilərik. Aralıq, Qara, Xəzər və Aral dənizdən bir-birindən ayrılması, yəni Tetisin parçalanması bununla bağlı bayaq qeyd etdik. C ilə Y eyni ifadədir. Kaynozoya aiddir. 14-ə baxırıq. Kaynozoyu Mezozoydan fərqləndirən xüsusiyyət. Kaynozoy erasını Mezozoydan fərqləndirən cəhəti istəyir. A-nı oxuyuram. Vulkanizm prosesləri baş vermişdir. Vulkanizm bir proses kimi siz hər bir geoloji erada baş verdiyini qeyd edə bilərik. Yəni bu oxşardır. O yüzden də fərqləndirməyəcək. Davam edirik. Neft və təbii qaz yataqları yaranmışdır. Neft, təbii qaz yataqları elə həm Kaynozoy erasında, həm də Mezozoy erasında geniş yataqları formalaşıb. Bu da oxşardır. 3 geoloji dövrə bölünür. Diqqət edirsinizsə, həm Kaynozoy, Paleogen, Neogen, Antropogen olaraq 3 dövrə, həm də Mezozoy, Trias, Jura və təbaşir olmaqla 3 dövrə ayrılır. Bu da ortaqdır. Fanerozoy eonuna aid olması. Həm Mezozoy erası, həm Kaynozoy erası Fanerozoy eonuna aiddir. Bu da ortaqdır. Cavabımız Y variantı qalır. Burada Xəzər və Aral dənizləri qapalı hövzəyə, yəni gölə çevrilib. Məhz bu ifadə Kaynozoyda baş vermişdi. Demişdik ki, Tetis okeanı parçalanaraq bu su hövzələr bir-birindən ayrılıb. Yəni, okeandan ayrılıbsa artıq özlərinə qapalı bir gölə çevriliblər. Bu prosesi biz Kaynozoyda gördük və Mezozoydan fərqləndirdi bu ifadə. Növbəti 15-ə baxırıq. Geoloji dövrlərin nisbi yaşlarına görə qədimdən başlayaraq ardıcıl düzülüşünü müəyyən edin. Siz bu geoxronoloji cədvəldə istifadə edərək rahatlıqla cavabı tapa bilərsiniz. Paleogen Kaynozoyun dövrüdür. Trias Mezozoyun daha qədim dövrüdür. 4-cü dövr Kaynozoyun ən cavan dövrüdür. Kembri isə verilənlər içərisində Paleozoyun birinci dövr olmaqla ən qədimidir. Nisbi yaşı ən qədim olan Kembri olacaq. Deməli 4. Daha sonra Mezozoyun birinci dövrü olan Trias olacaq. 2. Daha sonra Kaynozoyun Paleogen birinci dövrü və son olaraq Kaynozoyun 4-cü dövrü olacaq. Cavab 4, 2, 1, 3. Y variantıdır. 16-ya baxırıq. Yerin inkişafının ilkin mərhələlərindən fərqli olaraq hazırda kütləvi vulkan püskürmələrinin müşahidə olunmamasının səbəbi. Yerin inkişafının ilkin mərhələsi planetar idi. Xüsusilə də biz 3-cü mərhələsində kütləvi vulkan püskürmələrini qeyd etmişdik.
Buna səbəb yerin səthində bərk təbəqənin olmaması idi. Amma yerin geoloji inkişafında yer qabığı tam formalaşır. Yəni artıq çökmə və qranit kimi qatlar da formalaşır ki, bu da müasir dövrdə, xüsusilə də hazırda yer qabığının möhkəm olması məhz qeyd edilən sualın cavabıdır. Beləliklə, cavab bərk və qalın yer qabığının formalaşması kütləvi vulkan püskürmələrinin qarşısını alacaq. Test 17. Geoloji dövrlərin yaşlarına görə qədimdən başlayaraq ardıcıl düzülüşünü müəyyən edin. Geoxronoloji cədvəldən istifadə edərək aşağıdan yuxarıya doğru düzəcəksiniz. Təqdim edilənlərdən daha qədimdə olan daş kömürdür. Diqqət edirsinizsə, daş kömür paleozoy dövrüdür. Deməli 1. Daha sonra təbaşir gəlir. Mezozoy erasının sonuncu dövrüdür. Daha sonra paleogen gəlir. Kainozon birinci dövrüdür. Və son olaraq da neogen gələcək. Buna görə də cavab deməli 1, 2, 4, 3. C variantıdır. Test 18. Süxurların mütləq yaşını müəyyən edin. Yoldaşlar, yerin geoloji inkişafını öyrənmək məqsədi ilə süxurların nisbi və mütləq yaşı müəyyən edilir. Nədir nisbi yaş? Süxurların yatım ardıcıllığına, yəni tərkibindəki bitki və heyvan qalıqlarına əsasən müəyyən edilir. Xüsusilə də yatım ardıcıllıq deyəndə, üstdəki süxurlar daha cavan, altda yerləşən süxurlar isə daha qədimdir. Bir də mütləq yaş var, dəqiq yaş. Bu isə süxurların tərkibində olan radioaktiv elementlərin parçalama müddətinə əsasən hesablanan yaşdır. Xüsusilə də radioaktiv element olan uran, torium, radium kimi elementlərin parçalama müddəti elmə bəllidir. Süxurun tərkibində onun parçalanması zamanı formalaşan elementlər miqdarına əsasən bunu hesablaya bilirlər. Burada isə məhz mütləq yaşı, dəqiq yaşı soruşur. Cavabımız isə əlbəttə ki, süxurun tərkibindəki radioaktiv elementlərin parçalama müddətinə əsasən hesablanması olacaq. D-də qeyd edilən ifadə isə süxurların nisbi yaşını əks etdirir. Təqribi yaşdır, nisbi yaş. Bu zaman altdakilər daha qədim, üstdəkilər daha cavan hesab edilir. Test 19. Kainozoy erasına baş verən ən mühüm hadisələr. Siz geoxronoloji cədvəldə Kainozoy erasına dair ən mühüm hadisələri buradan oxuyub tanış ola bilərsiniz. Bundan əlavə, dağ əmələ gəlmə ilə bağlı isə indi göstərəcəm, təsvirə baxarsınız. Dağ əmələ gəlmə qırışıqlıq mərhələsi kimi qeyd edilir. 5 dağ əmələ gəlmə mərhələ var. Baykal, Kaledon, Hersin, Kimmeri və bir də Alp. Xüsusilə də Kainozoy erasından formalaşan dağ əmələ gəlmə Alp və ya Kainozoy qırışıqlığıdır, dağ əmələ gəlmə mərhələsidir. Bu mərhələdə formalaşan dağlar haqqında gələcək dərslərdə ətraflı danışacağıq. Sualın cavabına gəlincə, məhz Alp dağ əmələ gəlməsi Kainozoyda baş verən bir hadisədir. Diqqət edirsinizsə, Alp qırışıqlığı. Eyni zamanda bir də buzlaşmanda biz bayaqları qeyd etmişdik. Xüsusilə də 4-cü dövrün buzlaşması Kainozoyda baş verən ən mühüm hadisələrdəndir. Elə 4-cü dövrdə baş verib. Digər ifadələri də özünüz yəqin ki, təyin edə bilərsiniz. Sizlərə dağ əmələ gəlmə mərhələlərini ümumi eralara uyğunlaşdıraraq qeyd edeyim. Ən qədim Baykaldır. Hansı ki, bu mərhələdə formalaşan dağlar əksəriyyəti aşınıb parçalanıb qədim platformaların bünövrələrinə çevrilib və formalaşan ərazilər burada qeyd edilib. Xüsusilə də Proterozoy erası və Paleozoy erasının ilk iki dövründə, Kembri-Ordovik dövründə davam etmişdir. Paleozoy erasında həm Baykal, həmçinin Kaledon və Hersin qırışıqlığını görürük. Belə ki, Paleozoy erasının ilk iki dövründə Kembri-Ordovikdə az öncə dedik Baykal idi. Silur-Devon dövrlərində Kaledon qırışıqlığı, daş kömür, yəni karbonla Perm dövrlərində isə Hersin qırışıqlığı yaranır. Bu dağlar qədim dağlardır. Hansılardırsa burada cədvəldə görə bilirsiniz. Mezozoy erasının Trias-Jura təbaşirində Kimmeri və ya Mezozoy qırışığı formalaşıb. Nümunələr burada təqdim edilib. Əsasən Avrasiya, Şimali Amerikada yerləşir. Kainozoy erasının Paleogen, Neogen, Antropogen və ya 4-cü dövründə Alp və ya Kainozoy qırışığı formalaşıb. Onlara nümunədə cədvəldə təqdim edilmişdir. Test 20. Hansı geoloji erada atmosferdə sərbəst oksigen daha çox olmuşdur? Əlbəttə ki, biz oksigenin miqdarı bitkilərdən asılı olduğuna görə
Bitkilərin inkişafının daha yaxşı olduğu eraları götürməliyik. Bu da sonuncu eralar olan Mezoy və Kaynozoy erasına aid olacaq. Cavabımız Mezoy və Kaynozoy erası olacaq. 21. Kriptozoy və ya Kembriyə qədərki adlanan dövr gizli həyat çağı adlandırılır. Bunun səbəbini istəyir. Diqqət edirsə, kriptozoy eonu və yaxud da ki, bunu başqa sözlə Kembriyə qədərki dövr adlandırırlar. Həmin bu dövrü gizli həyat adlandırılmasının səbəbi bu dövrün süxurlarında canlı orqanizm qalıqlarının aşkar edilməməsidir. Əslində biz bu dövrün orqanizmləri hələ inkişafın ilkin mərhələsində olduğuna görə sadə quruluşa malik idi. Belə ki, arxeida bakteriyalar, ibtidai tək hüceyrələr yaranırdı. Proterozoida isə yosunlar, bakteriyaların inkişafı tək-tək onurğasızdan əmələ gəlməsi. Təqdim edilən bu canlılar sadə orqanizmlər idi. Onların onurğası və s. formalaşmamış. Bu da əlbəttə ki, onları tədqiq etməyə imkan vermirdi. Cavabımız B variantıdır. Test 22. Yerin geoloji inkişafı ilə bağlı hansı ifadələr doğru deyil? Biri oxuyaq. Üzvü mənşəli çökmə süxurlar biogen mərhələdə yaranmışdır. Bu doğrudur. Üzvü canlı orqanizmlər iştirakında formalaşan çökmə süxurlar biogen məhz canlıların daha yaxşı inkişaf etdiyi sonuncu mərhələdir. Daha doğrusu, coğrafi təbəqənin ikinci inkişaf mərhələsidir. Məhz bu mərhələdə canlı orqanizmlər daha yaxşı inkişaf etmiş. Bu da üzvü mənşəli süxurların toplanmasına imkan yaratmışdır. Bu doğrudur. 2. Daha qədim süxurlarda tapılan canlı orqanizm qalıqları mürəkkəb quruluşa malikdir. Bu ifadə yanlışdır. Bunu götürəcəksiniz. Çünki canlı orqanizmləri sadədən mürəkkəbə doğru inkişaf edib, daha qədimdəkilər daha sadə quruluşa malik olub. Yəni qədimdəkilər mürəkkəb yox, sadə quruluşa malik olacaq. İfadə belə olmalıydı. Üçüncü ifadəyə baxırıq. Cavan platformaların bünövrəsi Kembriyə qədərki dövrdə formalaşmışdır. Bu da yanlış ifadədir. Biz bayaqları qeyd etmişdik ki, cavan platformalardakı hansı ki adlar nə idi? Turan, Qərbi Sibir. Onlar Paleozoy erasında əmələ gəlib. Kembriyə qədərki mərhələdə dövrdə formalaşanlar qədim platformalar idi. Hansı ki, digər yerdə qalan platformalar buna nümunədir. Dördüncü ifadəyə baxırıq. Materik tipli yer qabığı okean tipli yer qabından daha qalındır. Bu ifadə doğrudur. Bunu götürmürsünüz. Belə ki, yoldaşlar, yer qabığı iki tipə ayrılır. Materik tipli və okean tipli. Materik tipli yer qabığı 3 qatdan ibarətdir. Çökmə, qranit və bazalt. Okean tipli yer qabığı isə çökmə və bazaltdan ibarətdir. Burada qranit formalaşa bilmir. Səbəb isə çökmə qat nazik idi. Və əlbəttə ki, materik tipli daha qalın olur. Burada da məhz onu qeyd edir. Davam edək. 5-ci ifadəyə baxıram. Paleozoy erası iki qırışıqlıq mərhələsindən ibarətdir. Bu yanlışdır. Çünki diqqət edirsinizsə, Paleozoy erasında dağ əmələ gəlmə, yəni buna həm də qırışıqlıq mərhələsi deyirik. Burada ilk iki dövründə Kembri Ordovikdə Baykal qırışığı davam edib. Silur Devonda isə Kaledon. Daş kömür, yəni karbonla Perimdə isə Hersin qırışıqlığı baş verir. Toplam 3 dənə oldu. Baykal, Kaledon, Hersin. Buna görə də yanlışdır. 2 yazıb 3 olmalıydı. 6-da ifadəni oxuyaq. Baykal qırışıqlığı əsasən 2 eranı əhatə edir. Baykal qırışıqlığı əsasən 2 era. Proterozoy, bir də Paleozoy erası. Eralar olaraq görürsünüz. Paleozoyun da ilk 2 dövründə formalaşıb. Amma Baykalı biz era kimi götürsək, Proterozoy erası və Paleozoy erası kimi qeyd edəcəksiniz. Bu doğrudur, ona görə götürmürsünüz. Beləliklə cavabımız yanlışları dediyinə görə 2, 3, 5 buna uyğun A variantı edir. Test 23. Sxemi tamamlayın. Burada Kaynozoy erası mərkəzə qeyd edilmiş. Avrasiya və Şimali Amerika daha sonra qeyd edilib. Şimali Amerikada sahil sıra dağları. Sahil sıra dağları qeyd edəcəyik ki, məhz Kaynozoy qırışıqlığının məhsuludur. Yəni Alp qırışında formalaşıb. Müvafiq olaraq biz Avrasiyada da bir rəqəminə uyğun olaraq Alp qırışığının məhsulu qeyd etməliyik. Buna uyğun Alp dağlarını qeyd edə bilərik. Avropada yerləşir. Məhz Alp Himalay qurşağında yerləşir. Həmin qeyd etdiyimiz Alp dağları. Burada da adını görə bilərik. Davam edək. 2 rəqəminə müvafiq olaraq həmin bu adları çəkilən sahil sıra dağları və Alp dağlarının yerləşdiyi ölkələrin inkişaf səviyyəsinə uyğun qrupu qeyd edilib. Elə A variantında inkişaf etmiş ölkələr qeyd edilib. Həqiqətən də
həm Alp dağları, həm də sahil sıra dağları inkişaf etmiş ölkələr arasındadır. Müvafiq olaraq Alp dağına inkişaf etmiş ölkə olaraq Avrasiyada biz Avropada İsveçrə dövlətinin adını qeyd edə bilərik. Tamamilə doğrudur. 4 rəqəminə də sahil sıra dağlarının yerləşdiyi ölkənin adını qeyd etməliyik. Buna uyğun da Şimali Amerikadakı Kanada dövlətinin qərbini qeyd etmək olar. Elə A variantı bizim bu sxemimizin doğru cavabıdır. Test 24. Euler-Venn diaqramına əsasən uyğun bəndlə müəyyən etməliyik. Kaynezoy və Mezoy erasına dair ifadələr uyğunlaşdırmalıyıq. Kaynezoya aid ifadələr buradadır, Mezoya aid ifadələr də bu hissədədir. 1. Müasir landşaftlar və insan yaranmışdır. Müasir landşaft, insanların yaranması əlbəttə ki, Kaynezoya aiddir. A getdi birinciyə. Trias-Jura təbaşir dövrlərinə bölünməsi isə Mezoya aiddir. B gedər ikinciyə. Himalay, Pamir, Qafqaz dağ sistemləri yaranmışdır. Bu barədə bayaq qeyd etmişdik. Hansı ki, adları çəkilən dağları siz bu hissədə görə bilərsiniz. Alp-Himalay dağ sistemi əlbəttə ki, Kaynezoy erasının məhsuludur. Davam edirik. Fanerozoy eonuna aiddir. Təqdim edilənlərin hər ikisi, diqqət edirsə, həm Mezo, həm Kaynezoy Fanerozoy eonuna aiddir. O yüzden də D gedəcək kəsişməyə. Kimmeri qırşığı baş vermişdir. Bu səhifədə biz onu görə bilərik. Kimmeri və ya Mezoy adlandırdığımız elə Mezoy erasının məhsuludur. Y də gedir ikinciyə. Cavabımız 1-ə AC, 2-yə BY, 3-ə də D olmaqla D variantı. Test 25. Yenə də Kaynezoy erası və Mezoy erasına dair ifadələri uyğunlaşdırmalıyıq. A-nı oxuyaq. Paleogen, neogen, antropogen dövrlərinə ayrılır. Bu ifadə Kaynezoya aiddir. Verxoyansk-Çerski, Kunlun kimi dağ sistemləri yaranır. Diqqət edirsə, adları çəkilən Verxoyansk-Çerski, Skotalin, Stanovoy, Kunlun bu tipli dağlar Kimmeri qırşığında, yəni Mezoy erasının məhsuludur. Muradxanlı Molla kənd neft yatağı bunu gələcəkdə Azərbaycanın geoloji quruluş bölməsində və faydalı qazınma mövzusunda deyəcək ki, bunlar Mezoy yaşlıdır. Normalda ölkəmizdəki neft qaz ehtiyatı Kaynezoy erasının məhsuludur. Amma bu adları çəkilənlər yadda saxlayın. Muradxanlı İmişlidə, Molla kənd də Kürdəmirdədir. Onlar Mezoy erasının məhsuludur. C-dəki ifadə gedəcək deməli ikinciyə. Şimali Amerika Avrasiyada dağlar yaranmışdır. Bu kəsişməyə gedir. Belə ki, Kaynezoy erasının məhsulu olan Şimali Amerikada sahil sıra dağlarını qeyd etmək olar. Və yaxud da ki, burada adlar çəkilən əksər dağlar elə Avrasiya materikindəkilərdir. Mezoyun məhsullarından isə müvafiq olaraq Verxoyansk-Çerski, Skotalin, Stanovoy, Tibet, Kunlun bu dağlar qeyd edəcək ki, Avrasiyadadır. Kordilyer isə Şimali Amerikadadır. Ona görə də həm Mezoy, həm də Kaynezoy erasında adlar çəkilən Şimali Amerika və Avrasiya arasında dağlar rast gəlinir. Yeni oxuyuram. 4-cü dövr buzlaşmasının baş verməsi bu barədə bayaqdan da bir neçə dəfə izah eləmişdik. Söhbət Kaynezoydan gedir. Cavabımız 1-ə AY, 2-yə BC, 3-ə D olmaqla Y variantıdır. 26. Euler-Venn diaqramına əsasən bu səfər Kaynezoy və Mezoy eralarına dair ifadələr uyğunlaşdırmalıyıq. Yenə də Kaynezoy, Mezoya aid ifadə oxuyuram. Kimmeri dağ əmələ gəlmə mərhələsi baş vermişdir. Bu barədə biz artıq bildik ki, Kimmeri hardadır? Mezozoydadır. Fanerozoy eonuna aid olması isə kəsişməyə aiddir. Davam edirik. Tetis okeanın parçalanması və nəticədə müvafiq olaraq Aralı, Xəzər, Qara və Aral kimi dəniz və göllər yaranması bu təbii ki, Kaynezoya aiddir. 4-cü buzlaşması da biz dedik ki, Kaynezoya aiddir. Qədim sürünənlərin yayılması bu barədə biz burada Mezoyda görə bilərik və eyni zamanda dinozavrların nəslinin kəsilməsi güman edilir ki, meteorit yağışları ilə bu baş vermişdir. Deməli, 5-dəki, bu arada bunlar rəqəmdir. Gəlin dəyişək. 1, 2, 3 və 4. Bir də altını oxuyaq. 3 geoloji dövrə bölünür. Bu da hər ikisinə aiddir. Mezoy, Trias-Jura təbaşirə, Kaynezoy isə Paleogen, neogen, antropogenə. Beləliklə cavabımızı buna uyğun tapmalıyıq. Birinciyə 3, 4, ikinciyə 1, 5 və kəsişməyə 2, 6, Y variantı edir. 27-yə baxırıq. Verilən xüsusiyyətin aid olduğu geoloji eranı tapaq. Lavrasiya və Gondwana parçalanaraq müasir materik, yoldaşlar, müasir materik, müasir okean ifadəsi, bu arada Pantalasında müasir okeanları parçalanması Mezoyda baş verib. Diqqət edirsinizsə, burada yazılıb. Lavrasiya, Gondwana müasir materiklər yaranır. Pantalasda müasir okeanlara bölünür.
Bu arada müasir okeanlar içərisində xüsusilə də yadda saxlayın ki, Sakit və Şimal Buzlu okean daha qədimdir, onların sahəsi kiçilir. Bunu qeyd götürün. Atlantik və Hind okeanı isə nisbətən geoloji cəhətdən yaşı daha cavandır, onların sahəsi isə böyüyür. Bundan əvvəl Kordilyer dağlarının şərq hissəsi formalaşması ifadəsi də məhz qeyd edilən ifadə mezoaiddir. Belə ki, Kordilyerdə sahil sıra dağlar istisna olmaqla əsasən ərazinin böyük hissəsi, xüsusilə də şərq hissələr, qayalı dağ sistemi məhz qeyd edəcək ki, nə vaxt yaranıb? Mezoid qırışında. Kimmer dağ əmələ gəlməsində. Cavabımız D variantı edir. 28-ə baxırıq. Bu səfər Paleozoy və Kaynezoy erasına diqqət edirsiniz. Kaynezoy buradadır. Ona aid ifadələr burada oxuyuruq. Paleozoy da bu hissədə, ona aid ifadələr buradan oxuyursunuz. Hersin dağ əmələ gəlmə baş vermişdir. Dağ gəlmə bizim aşağıdakı səhifədədir. Diqqət edirsinizsə, Baykalın davam etməsi Kaledon və Hersin qırışığı Paleozoy erasına aiddir. Amma Alp-Kaynezoy qırışığı Kaynezoya aiddir. Deməli, Hersin qırışığı getdi Paleozoya. Himalay dağların yaranması. Himalay gördüyünüz kimi harada yaranıb? Qeyd edəcək ki, əlbəttə ki, Alp-Himalay qırışıqlığı Kaynezoyda yaranıb. B getdi hara? İkinciyə. Müasir relyef. Müasir relyef, müasir landşaft anlayışı məhz Kaynezoy erasına aiddir. Əlbəttə ki, bu ifadə də gedəcək Kaynezoya. Qədim dağ sistemləri formalaşmağa başlanmışdır. Yoldaşlar, yadda saxlayın ki, Kaledon və Hersin qırışında yaranan buradakı dağlar, Skandinaviya, Şotlandiya və yaxud da Altay Sayan, bunlar qədim dağlar gedir. Bu arada Altay Sayan, Tianşan, Kaynezoda yenidən qalxmaya mərz qalıb. Onlar yenidən törənmiş, cavanlaşmış qədim dağlardır. Davam edirik. Qədim dağ sistemləri getdi Paleozoya. Fanerozoy eonuna daxil olması isə artıq bizə əzbərdən bəllidir ki, həm Paleozoy, həm də Kaynezoy Fanerozoy eonun eralarıdır. Yerdəki isə kəsişməyə gedəcək. Cavabımız 1-ə AD, 2-yə BC, 3-ə Y olmaqla B variantıdır. 29. Paleozoy erasında baş verən hadisəni bizdən istəyir. A-nı oxuyaq. Örtülü toxumlu bitkilərin və adəşəyin yaranması, ilk filiz yataqların meydana gəlməsi. Burada iki fərqli ifadədir. Xüsusilə də burada birinci yazılan ifadə qeyd edəcəksiniz ki, örtülü toxumlu bitkilərin yaranması. Bunlar örtülü toxumlu bitkilərin yaranması Mezozoy erasına aiddir, Paleozoya aid deyil. Gəlin bunu silək. İlk filiz yataqları isə əlbəttə ki, bu lap arxeyə gedəcək. Dəmir, polimetal kimi filiz yataqları gedəcək arxeya erasına. Nəysə, buradakı ifadələr Paleozoya aid ifadələr deyil. İlk bakteriya meydana gəlməsi, bu ifadə də gedəcək hara? Daha qədimə. İlk bakteriyaların yaranması kimi ifadələri görürük ki, arxeya aiddir. Nəysə, davam edirik. Bu arada Baykal qırışığı da Proterozoy ilə Paleozoyun bir hissəsinə aiddir. Nəysə, yosunların bakteriya onurğasına əmələ gəlməsi Kimmeri qırışığı. Burada Kimmeri qırışığı görürsünüzsə, Kimmeri biz harada demişdik? Kimmeri Mezozoydadır təbii ki, gedər. Və yaxud da ki, onurğasıların əmələ gəlməsi. Onurğasılar nə vaxt əmələ gəlmişdir? Deməli, tək-tək onurğasına əmələ gəlməsi Proterozoya aiddir. Yəni, buradakı ifadələr hərəsi müxtəlif eralara aiddir. Davam edirik. D-dəki ifadəyə baxın. Suda qurda yaşayanların, sürünənlərin inkişafı, test okean parçalanması. Burada test okean parçalanması yəqin ki, artıq bilirsiniz. Bu Kaynezoya aiddir, olmaz. Və yaxud da ki, sürünənlərin inkişafından söhbət gedir. Yaranması ilə inkişafı fərqli ifadədir. İnkişaf etməsi, qədim sürünənlərin yayılması, onların inkişafından söhbət gedir. Bu, xüsusilə də Mezozoy erasına aiddir. Davam edək. Amma Y-dəki ifadə elə bizə lazım olan ifadədir. Məhz suda qurda yaşayanların və sürünənlərin inkişafı, daha doğrusu biz bayaqları yanlış dedik. Sürünənlərin inkişafı ilə Paleozoya aid ifadədir. Və Kaledon qırışıqlığı. Diqqət edirsinizsə, burada ifadələr var. Suda qurda yaşayanlar, onlar haqqında sadəcə ifadə kimi qısa yazıb, o yüzden də diqqətsizlik elədik. Davam edək. Həmçinin Kaledon qırışıqlığı da bu arada yoldaşlar qeyd edə bilərik ki, nə vaxt yaranıb? Paleozoy erasında. Biz D-ni əslində, gəlin fikrimizi bir daha dəqiqləşdirək. Tetis okeanına görə sildik. Çünki Tetis okeanın parçalanması bizə dəqiq bəllidir ki, nə vaxt olub. Bu proses Kaynezoy erasına aiddir. Davam edək. Amma suda qurda yaşayanların, sürünənlərin inkişafı, Kaledon qırışıqlığı kimi ifadələr, bir də burada yazılan ifadələr əlbəttə gedəcək Paleozoya. Paleozoyda əlavə olaraq biz həmçinin Hertzin qırışıqlığı da baş verib. Qırışıqlıq ilə davam gəlmə deməkdir. Test nömrə 30-a baxaq.
Burada Kaledon ve Hersin qırışına dair ifadələr təqdim edilib. Diqqət edirsinizsə, Kaledon və Hersin Paleozoyda baş verən qırışıqlıqdır, dağım gəlmə mərhələsidir. Kaledon Silur-Devon dövrlərində, Hersin isə karbon, yəni daş kömüründən Perm dövrlərində yaranmışdır. Formalaşan dağlara gəlincə isə burada təqdim edilən dağların adlarını görə bilərik. Birinci növbədə Apalaçın yarandığı qeyd edilir. Apalaç dağları, yoldaşlar, həm Kaledonda, həm Hersində. Belə ki, Kaledonda onun şimali hissəsi, Hersində isə cənubi hissəsi formalaşıb. Deməli, bir kəsişməyə gedir. Üçüncüyə. Perm və daş kömür dövrlərində baş verib. Deməli, daş kömür Permdə formalaşan Hersindir. 2 gedir ikinciyə. Lavrasiya Gondwana parça müasir materiklərin yaranması Mezoya aid ifadədir. Hansı ki, bunun heç birini götürmürük. Devon və Silur dövrlərində baş verib. Silur-Devonda formalaşan Kaledondur. 4 də gedəcək birinciyə. Cavab 1-ə 4, ikinciyə 2, üçüncüyə 1 elə A variantı edir. 31-ə baxırıq. Yerin planetar inkişaf mərhələsində baş vermiş hadisələrin ardıcının pozulduğu sıranı müəyyən edin. Deməli, birdə deyir ki, qaz və toz dumanlıqları birləşməsi asteroidin də birləşməsi soyuq yer planetinin yaranmasına səbəb olub. Bu ifadə tamamilə doğrudur. Burada pozuntu yoxdur. Xüsusilə də birinciyə aiddir. Yer bir planet kimi formalaşması ilə bu proses ardıcıllıq üzrə baş verib. Davam edirik. Xüsusilə də Otto Schmidt Fesenkovun nəzəriyyəsinə görə demişdik ki, yer kürəsi və günəş sistemindəki planetlər soyuq disk şəkilli qaz toz dumanı sıxlaşmasından yaranmışdır. Bu zaman həmin qaz toz dumanlıqları birləşərək əvvəl asteroidlərə, daha sonra isə soyuq yer planetinin yaranmasına səbəb olmuşdur. Birdə problem yoxdur, 2-yə baxaq. Yerin bir planet kimi formalaşması, hansı ki bu birdəki ifadəndir. Daha sonra yerin dağında temperaturun artması, bu 2-dəki ifadədir. Yəni, yer yarandığı gündən etibarən öz xəttatını fırlanır və mərkəzdəki nüvədəki radioaktiv elementlər parçalanır, temperaturu artırır. Və daha sonra isə ay erası baş verir. Ərimiş kütlə vulkanizm nəticəsində səthə qalxır demişdik. Təzyiq altında səthə qalxırdı. Burada da bir problem yoxdur, tamamilə doğrudur. Üçüncü ifadəyə baxaq. Ay erasından sonra ilk atmosferin formalaşması, ilk okean yaranması. Burada da ardıcılıqda bir pozuntu yoxdur. Həqiqətən ay erası zamanı səthə qalxan maqmanın tərkibindəki su buxarı və qazlar yerin cazibəsindən onun tərəfində ilkin atmosfer formalaşdırır. Hansı ki, karbon çox, oksigen az idi bu atmosferdə. Daha sonralar yerdə bazalt təbəqəsi nəticəsində vulkanizm azalırdı və temperatur azaldığına görə yağışlar yağaraq ilk okean yaranırdı. Bu da planetarın inkişafının sonu, geolojinin başlanğıcı idi. Pantalas yaranmışdır. Burada da problem yoxdur. 4-də isə ay erası ilkin yer qabığı, yəni bazaltdan ibarət ilkin yer qabığı və ilkin okean yaranması deyir. Burada da heç bir problem yoxdur. Həqiqətən də ardıcılı bu şəkildə davam etmişdir. Bu arada ilkin atmosferlə ilkin yer qabığı olaraq bazaltın formalaşması elə paralel eyni dönəmdə baş verib. Davam edirik. Yanlış olan burada pozuntu olan 5'dir. Belə ki, ay erasından sonra ilk okeanın yaranması deyir. Daha sonra yerin daxilində temperaturun artması ifadəsi yanlışdır. Çünki yerin daxilində temperaturun artması əslində ay erasından daha əvvəl olan bir proses idi. Yəni, burada ardıcıllıq ilk öncə yerin daxilində temperaturun artması idi. Daha sonra artan temperatur ətrafdakı maddələri əridir və yüksək təzyiqlə səthə doğru kütləvi vulkan püskürməsi baş verir. Buna ay erası deyirdik. Daha sonra isə biz nə dedik? İlkin yer qabı, bazaltdan ibarət ilkin yer qabı yaranırdı. Həmçinin ilkin atmosfer formalaşır. Sonra isə ilkin okean olan Pantalas yaranırdı. Qısası pozuntu cavab olaraq 5'dədir. Davam edək. 32'yə baxaq. Kriptozoik və fanerozoik eonlarına aid olan xüsusiyyətləri müəyyən edin. Diqqət edək. Burada kriptozoik, bu isə də fanerozoik eonudur. Kriptozoik gördüyünüz kimi budur. Ona aid olan dövrlər, eralar, daha doğrusu eralar arxeproterozoidur. Onlar dövrlərə ayrılmırdır. Fanerozoikin də eraları paleozoik, mezoik, kaynozoidur. Baş verən xüsusiyyətlər də buradadır. Oxuyaq. Əvvəla kriptozoikin deməli eralarını uyğunlaşdıraq. Arxey və proterozoidur. Deməli bunun üstünə 1-ci və 3-cü yazmalıyıq. Yerdə qalan paleozoik ilə mezoik isə 2-ci və bir də yerdə qalan 4-cü isə fanerozoik eonuna aiddir. Bundan əlavə onlara dair ifadələr də uyğunlaşdıraq.
müvafiq olaraq. Gəlin ifadələri bir-bir oxuyaq. A-da Lavrasiya Gondovanın parçalanıb müasir materik əmələ gətirməsi mezoiddir. 4-cüyə qədər. Siz bunları buradan oxuya bilərsiniz. Parçalanıb müasir materik əmələ gətirir. Qədim qırışıqların və güclü vulkanizmin başlaması, bu prosesi isə arxeidədir. Qədim qırışıq vulkanizmin başlaması. B gedər 1-ciyə. Tək-tək onurğasından əmələ gəlməsi, tək-tək onurğasından əmələ gəlməsi isə proterozoiddir. B gedər, daha doğrusu C gedər 3-cüyə. Pangeyanın Lavrasiya Gondovana qurlarına parçalanması isə bu mezoid ifadədir. D də gedəcək 2-ciyə. Beləliklə 1-ciyə B və 3-cüyə C olmaqla kriptozoid olan Y variantında doğru qeyd edilib. 2-ciyə D, 4-cüyə də A olmaqla 2-4 biz qeyd etmişdik ki, fanerozoid idi. Davam edək. 33. Sxemi tamamlayaq. Burada fanerozoid mərkəzdə qeyd edilib, yəni fanerozoid eonuna aid ifadələrdir. Deməli, sağda paleozoid qeyd edilib. Bir rəqəminə isə antropogen dövrü hansı yerə aiddir? Kaynozoid. Deməli, burada bir dənə qeyd edək. Kaynozoid qısaca yazdıq. Deməli, bir kaynozoid olacaq. 2 rəqəmi isə kaynozoidin digər dövrlərindən biri olacaq. Biz bilirik ki, kaynozoidin paleogen, neogen və antropogen olaraq 3 dənə dövrü var. 2-yə biz ya paleogen ya da neogen yaza bilərik. Tutalım Y variantında görürsünüz. Burada paleogen yazılıb, həqiqətən də ödəyir. Paleogen. Sonra 3 rəqəmi isə paleozoid erasının digər dövrü. Kemberi qeyd edilibsə, müvafiq olaraq digərləri də buradan seçə bilərsiniz. Devon qeyd edilib Y variantında, həqiqətən Devon paleozoid erasının dövrüdür. Beləliklə cavab Y variantı edəcək. 34 haqqında bayaqları həm test, ondan əvvəl də geniş şəkildə əlavə izah təqdim etmişdim. Burada məhz təqdim edilən planetar inkişafda ardıcıllığın pozulduğu sıranı istəyir. Bunu özünüz sərbəst inşallah yazarsınız. Rəydə fikrinizi qeyd edərsiniz. 35-ə baxırıq. Cədvələ əsasən uyğun sıraları, yəni düzgün sıraları istəyir. Birincini oxuyaq. Mezozoy və kaynozoy eraları eyni sayda geoloji dövrə bölünür. Həqiqətən həm mezozoy 3 dənə dövrə, həm də kaynozoy 3 dənə dövrə ayrılır. Doğrudur. Doğruya da doğru yazması ilə uyğunluq gözlənilir. Biri götürürsünüz. 2-ni oxuyuram. Dəmir və polimetal filizləri, qranit yataqları arxeedə yaranmağa başlanmışdır. Diqqət edirik, arxeey erasında faydalı qazıntılar olan cədvəldəki məlumatı oxuyanda həqiqətən də doğru olduğunu görürük. Amma burada yanlış yazılması uyğunsuzdur. Bunu götürmürsünüz. 3-ü oxuyaq. Yerin inkişafı boyunca dəniz və quru mərhələlər bir-birini əvəz etmişdir. Bəli. Mütəmadi olaraq gah dəniz transqressiya və davamında isə reqressiya, quru mərhələsi bir-birini əvəz edir. Hal-hazırda yer kürəsi özünün ən böyük dəniz mərhələsində, transqressiya mərhələsindədir. 3 də doğrudur və doğruya doğru yazması uyğunluq gözlənilib. Davam edirik. 4-ə baxırıq. Tetis okeanı Lavrasiya materikindən şimalda qalan geniş ərazini əhatə edirdi. Bu yanlışdır. Tetis okean olaraq qədim Lavrasiya və Gondovanın arasında yerləşirdi. Bu təsvirə diqqət edin. Məhz qədim Pangeya 2 hissəyə ayrılır. Lavrasiya, Gondovana. Onların arasında isə indi Azərbaycan olduğu ərazidə qədim Tetis okeanın suları altında idi. Davam edirik. Yanlışa doğru yazıldığına görə uyğunsuzdur. Bunu da silirsiniz. 5-i oxuyuram. Kriptozoy eonun suxurlarında zəngin bitki və heyvan qalıqları müəyyən edilmişdir. Kriptozoy daha qədim eondur. Bu zaman canlı orqanizm hələ inkişafın ilkin mərhələsində idi. Əlbəttə ki, onlar sadə quruluşa malik olduğuna görə zəngin bitki heyvan qalıqları yox, ümumiyyətlə onlarda canlı orqanizmlə tədqiq etmək qeyri-mümkün idi. Yanlışa yanlış yazdığına görə uyğunluq burada gözlənilib. Bunu da götürəcəksiniz. Davam edirik. 6. Lavrasiya və Gondovana paleozoy erasında parçalanaraq müasir materikləri əmələ gətirdi. Paleozoyda yox, Lavrasiya, Gondovana müasir materikləri mezozoy erasında beləcək parçalanıb, formalaşıb. Ona görə də yanlışdır. Yanlışa doğru yazılması isə uyğunsuzdur. Bunu da götürmürsünüz. Cavabımız 1, 3, 5 olacaq. 36-ya baxırıq. Mezozoy Kimmeri qırışıqlığı ilə, yəni dağ əmələ gəlməsi ilə
Alp qırışıqlı zonaların oxşar xüsusiyyəti. Mezoy və ya Kimmer qırışıqlığı ilə Mezoy arasında, Alp Kaynezoy qırışıqlığı isə Kaynezoy arasında formalaşıb. A-nı oxuyaq, daha doğrusu birincini oxuyaq. Avstraliya materikində rast gəlinmir. Bu ifadə məhz hər ikisi üçün ortaqdır. Avstraliya materikində nə Kimmeridə yaranan dağlara, nə də Alp qırışında formalaşan dağlara rast gəlinmir. Davam edirik. 2. Geosiqnalın inkişafının 4-cü mərhələsindədir. 4-cü mərhələ cavan dağlar üçün səciyyədir. Bu ifadə Alp qırışığına aiddir və daha doğrusu oxşar ola bilməz. O yüzden bunu götürmürsünüz. 3'ə baxaq. Fəaliyyətdə olan vulkanlara rast gəlinir. Bunu ortaq kimi götürə bilərik. Alp qırışıqlığı cavan dağlardır. Məhz bu dağlar içərisində xüsusilə də deyək ki, Ant dağlarında və yaxud da ki, İtaliya ərazisindəki Apennin dağlarında biz fəaliyyətdə olan vulkan görə bilərik. Mezoy Kimmer qırışında formalaşan dağlardan isə xüsusilə də Kordilyer dağlarında məhz fəaliyyətdə olan vulkanlar rast gəlinir. O yüzden də 1, 3 ortaqdır. 4-də Şərqi Avropa düzənində kiçik sahə tutur. Ümumiyyətlə Şərqi Avropa qədim platformadır düzənlik olaraq. Həmin ərazilərə nə Alp, nə Kimmeri rast gəlinmir. Sadəcə düzənlikdən bəhs edirik. Sonra, orta qırışıq vilayəti hesab edilir. Bu ifadə isə Mezoy, yəni Kimmeri qırışına aiddir. Beləliklə, cavabımız sadəcə ortaq olanlar istədiyinə görə 1 və 3 olacaq. 37-yə baxırıq. Yerin planetar inkişaf mərhələsi üçün səciyyəvidir. Yəni biz cədvəldə sol tərəfə baxmalıydıq. Müasir cavan dağların əmələ gəlməsi bu yerin geoloji inkişafına aiddir. Müasir relyef, müasir landşaft geolojide idi. Davam edirik. Ancaq kütləvi lava püskürmə baş verməsi həqiqətən də biz qeyd edə bilərik ki, planetanın 3-cü mərhələsi idi. Doğrudur. İri neft qaz yataqları bu üzvü mənşəli çökmə sularda formalaşır. Bunun üçün canlı orqanizmlərin iştirakı lazımdır. Əlbəttə ki, planetarda olmaz. Geoloji inkişafa aiddir. Xüsusilə də iri neft yataqları, neft qaz yatağı. Yadda saxlayın ki, yerin geoloji inkişafında Mezoy və Kaynezoy eraları üçün səciyyəvidir. Davam edək. Kimmer dağ əmələ gəlmə mərhələsi. Bu da Mezoy erasındadır. Mezoy erası da yerin geoloji inkişafıdır. Bu da gedər. İlkin atmosferin yaranması isə doğrudur. Həqiqətən də karbon çox, oksigen az olan ilkin atmosfer məhz yerin planetar inkişafının tərkib hissəsində idi. Cavab 2 və 5'dir. Yoldaşlar, bayaqdan biz danışdığımız geoxronoloji cədvəllə bağlı ifadələr yerin geoloji inkişafını bildirir. Davam edək. 38'ə baxırıq. Yerin planetar inkişaf mərhələsi üçün səciyyəvidir. 1. Materik tipli yer qabığı əmələ gəlmişdir. Materik tipli yer qabığının əmələ gəlməsi üçün çökmə və qranit qatların formalaşması lazım idi. Bizim planetar inkişafda isə sadəcə bazatdan ibarət ilkin yer qabığı yaranıb. Çökmə və qranit isə yerin geoloji inkişafında formalaşır və yer qabığı tam formalaşdı və materik tipli yer qabığı da məhz geolojiyə buna görə aid edilir. Və o, üst mantiyə ilə birlikdə litosfer adlanırdı. Bura diqqət edin. Məhz yer qabığı ilə mantiyənin üst hissəsi birlikdə nə adlanır? Litosfer. Litosfer özü yerin geoloji inkişafına aiddir. Çünki litosfer üçün biz yerin digər qatları olan çökmə və qranit qatının da yaranması lazım idi deyə bildirə bilərik. Davam edək. Sonra, iri neft qaz yataqları bayaqda bildirdik ki, bu geoloji yatıq xüsusilə də Mezoy və Kimmeri, Mezoy və Kaynezoy erasında formalaşıb. Davam edək. 3. Yer səthinə kütləvi yağışların yağması. Bəli, kütləvi yağışlar yağan zaman ilkin okean olan Pantalas formalaşır. 3'ü götürürsünüz. Hətta məhz ilk okean Pantalasın yaranması planetar inkişafının sonu geolojinin başlanğıcı idi. 4. Radioaktiv parçalanma nəticəsində mantia maddələrin əriməsi baş verib. Əlbəttə ki, yerin daxilində temperaturun artması xüsusilə də yerin planetar inkişafının 2-ci mərhələsi idi. Sonra 5. Kaledon və Hersen dağ əmələ gəlmə mərhələləri bunlar Paleozoy erasında baş verib. Paleozoy erası isə yerin geoloji inkişafını əks etdirir. Əlbəttə ki, bu da geoloji inkişafdır, olmaz. Beləliklə, sadəcə bu test tapşırığında 3 və 4 bizim testimizin cavabı olacaq.
39-a baxaq. Cədvələ əsasən uyğun sıralama müəyyən etmək tələb edilmişdir. Birincini oxuyaq. Süxurlardakı daşlaşmış bitki və heyvan qalıqlarına əsasən onların yaşadıkları dövrün şəraiti müəyyən edilir. Bu doğrudur. Doğruya da doğru qeyd edilməsi uyğunluğun gözlənilməsi deməkdir. İkini oxuyaq. Kriptozoy eonunda yaranan süxurlarda canlı orqanizm qalıqları tapılmadığı üçün bu eon gizli həyat adlanır. Bu da doğrudur. Amma doğruya yanlış yazılması yanlışdır. 2 gedər. 3 oxuyaq. Süxurların tərkibində qalan qurğuşunun miqdarına görə onların neçə il əvvəl yarandığı təyin edilir. Bu da doğru ifadədir. Xüsusilə də radioaktiv maddələrin parçalanması zamanı, uran parçalanan zaman süxurun tərkibində formalaşan qurğuşunun miqdarına görə geoloqlar həmin süxurun nə qədər müddət əvvəl yarandığını təyin edə bilir. Doğruya doğru qeyd edilməsi uyğunluq gözlənilmişdir. 4-ə baxırıq. Nisbi yaş süxurların bir-birinə nəzərən təyin olunan yaşıdır. Bu da doğru ifadədir, amma yanlış yazılması uyğunsuzdur. Bu arada biz müqayisə edəndə nisbi yaşda üstdəki süxurlar cavan, altdakılar qədim idi. 5 oxuyaq. Süxurların mütləq yaşı onların yatım ardıcıllığına, tərkibindəki bitki və heyvan qalıqlarına əsasən müəyyən edilir. Bu yanlış ifadədir. Çünki burada qeyd edilən ifadə nisbi yaşı bildirir. Və yanlış yazılması da uyğunluğun gözlənilməsi deməkdir. Deyənə biz 1-3-5-i götürürük bu tapşırıqda. Altdakı ifadəyə baxırıq. Üst qatlarda yerləşən süxurlar alt qatdakı süxurlara nisbətən daha qədimdir, əksinə. Üstdəki süxurlar daha cavan, altdakılar qədim idi. Yanlışa doğru yazılması uyğunsuzdur, o yüzden bunu da götürməyəcəksiniz. Cavabımız 1-3-5. 40-cı tapşırığımıza baxaq. Yerin geoloji inkişaf ardıcıllığını göstərən xəritə sxemləri qədimdən cavana doğru sırasını müəyyən edin. Ən qədim, təsvirdən də görürsünüz, Pangeyadır. 200 milyon il əvvəl məhz Alfred Wegener materiklərin sahil xətt konfigurasiyasını əsaslandıraraq onların qədimdə vahid bütöv parça olduğunu, daha sonra isə yerin daxil qüvvəsinin təsirindən ayrılıb müasir şəklini aldığını qeyd etmişdir. Və biz burada ən qədim 2-ni qeyd edəcəyik, davam edək. Daha sonra isə xüsusilə də Paleozoy erasında Pangeya 2 hissəyə ayrılır, Lavrasiya və Gondvanaya, arada isə ensiz okean olan Tetsis formalaşır. Biz bunu 3-də görə bilərik. Bu arada Mezozoy erasında isə həmin Lavrasiya Gondvanada özü də müasir materiklərə ayrılır. Belə ki, Lavrasiyanın tərkibindən Şimali Amerika və Avrasiya, Gondvananın tərkibindən isə digər materiklər ayrılır. Bunu da biz 1-ci sxemdə görə bilərik. Doğru cavab 2-3-1. 41-də uyğunluğu müəyyən etmək tələb edilir. A-nı oxuyuram. Kaledon qırışıqlı dağlarının əmələ gəlməsi bu barədə daha əvvəldə qeyd etmişdik. Kaledon və Hersen qırışıqlığı məhz Paleozoy erasına aiddir. Birdəki ifadə gedər 3-cüyə. Tetsis okeanın parçalanması isə yoldaşlar qeyd etmişdik ki, məhz nə vaxt baş verib? Kaynozoy erasında. B gedər 1-ciyə. Cavan dağların yaranması. Yoldaşlar, Alp qırışıqlığı, yəni dağ əmələ gəlməsinə baş verən bu dağlar cavan dağlardır. Hətta onlar geosinkron inkişafının sonuncu, 4-cü mərhələsinə uyğun gəlir. C-dəki ifadə gedər 1-ciyə. Gondvana və Lavrasiyanın parçalanması isə, diqqət edirsinizsə, Lavrasiya Gondvana özdə parçalan müasir materiklərə ayrılır. Bu Mezozoy erasına aiddir. D gedər 2-ciyə. Müasir okeanların əmələ gəlməsi, bu da Mezozoya aiddir. Belə ki, Pantalas müasir okeanlara ayrılır. Y-dəki ifadə də 2-ciyə gedir. Məhz xüsusilə də yadda saxlayın ki, Sakit okean və Şimal Buzlu okean geoloji yaşına qədər bayaq bildirmişdik, daha qədimdir və onların sahəsi hazırda kiçilir. Amma Atlantik və Hind okeanı geoloji cəhətdən yaşına görə daha cavandır, bunların sahəsi isə böyüyür. Əziz yoldaşlar, bu videonun artıq sonuna gəldik. Burada biz test tapşırıqlarının üzərində mövzunu əhatəli şəkildə təqdim etdik. Ümid edirəm sizlərə faydalı oldu. Kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi, dostlarınızla bölüşməyi unutmayın. Özünüzə yaxşı baxın. Növbəti dərslərdə görüşənədək. Hələlik. Sağ olun.